İndi keçək feillərin məcazi mənasına. Feillərin məcazi mənada işlənməyi isimlərin və sifətlərin məcaziliyindən daha böyükdür, daha genişdir. Məsələn, biz məcazi mənalı sifətləri barmaqla saya bilərik. Məcazi mənalı isimləri də barmaqla saya bilərik. Amma məcazi mənalı feilləri saya bilmək üçün bütün feillər məcazi mənada işlənə bilər. Məsələn, biz feilləri üç yerə bölürük. Nitq feilləri, təfəkkür feilləri, bir də iş feilləri. Əl və əyaqla olan feillərə biz hərəkət feilləri, iş feilləri deyirik. Danışıqla olan, məsələn, soruşdu, sual verdi, dindi, dindirdi, qışqırdı, pıçıldadı, ağızla olan hərəkətlərə nitq feili, düşüncə ilə, təfəkkürlə olan feillərə təfəkkür feili, düşündü, fikirləşdi, xatırladı, xəyal etdi. Amma əl və əyaqla olan feillərə iş feillər deyirik. Yəni, bir dənə nitq feillərindən başqa bütün feillər məcazi ola bilər. Yəni, Azərbaycan dilində, dilimizdə olan feillərin demək olar ki, hamısı çox mənalıdır. Bax, bu cümlə kitabın cümləsidir. Bu nə deməkdir? Yəni, demək olar ki, yəni nitq feillərindən başqa bütün feillər həqiqi məna ilə yanaşı məcazi məna da daşıyır. Yəni, bütün isimlər məcazi məna daşıya bilmədi, bütün sifətlər ola bilmədi. Amma bütün feillər məcazi mənada ola bilər. Yəni, feilin məcazi mənada olmağı artıq bu çox geniş yayılıb və sizin testlərinizdə adicə gəlir sözünün özü. Məsələn, müəllim gəlir, müəllim əyaqla gəlir da. Bax, mətinlərdə çox qabazda çıxacaq, ha. Bir də deyirəm, yuxum gəlir. Bax, yuxum gəlir birləşməsində. Deyəcəklər, altından xətt çəkilmiş söz. Məcazidir, həqiqi. Deyəcəksən, yuxunun ayağı var ki, gələr. Deməli, məcazidir. Amma müəllimin ayağı var, bahar gəlir, yaz gəlir. Mənə istilik gəlir, mənə soyuq gəlir, mənə güc gəlir. Bunların hamısı məcazi mənadır. Fikrim çatırmı? Sonra, yazaq bura yaxşı. Açmaq, düşmək, atmaq, vurmaq, asmaq və say və ilaxır. Qapı aça bilirsinizmi? Bəli. Söz aça bilirsinizmi? Xeyr. Onda söz açmaq məcazidir. Düşmək. Yerə düşə bilirsinizmi? Bəs başa düşə bilirsinizmi? Başa düşməkdə başa necə düşmək olar? Anlamaq mənasında. Atmaq. Top ata bilirsinizmi? Bəs söz ata bilirsinizmi? Su vura bilirsinizmi əlinizə? Bəs söz vura bilirsinizmi? Göz vura bilirsinizmi? Asmaq, paltar asa bilirsiniz? Həqiqi mənada. Bəs qulağınızı necə asırsınız? Məcazi mənada. Deməli, feillərin məcazi mənada işlənməyi frazeoloji birləşmə. Yəni, idiomatik ifadə. Frazeoloji birləşmə nədir? Ancaq feilin, o əlindəkini yerə qoy. Frazeoloji birləşmə nədir? Ancaq feilin məcazi mənası. Ha! Bax, bir də görəcəksiniz ki, deyir frazeoloji birləşməni Renat, göstər. Uşaq götürür ayaqqabının burnu. Nə bilim, soyuq baxış. Deyirəm, niyə? Deyir, məcazidə axı. Deyirəm, məcazi olan nədir? İsimdir, sifətdir. Ayaqqabının burnunda burun məcazidir. Amma burun isimdir. Soyuq baxışda soyuq məcazidir. Amma soyuq sifətdir. Deməli, biz hər məcazi mənalı birləşməyə yox, yalnız feilin məcazi mənada birləşməsinə nə deyəcəyik? Frazeoloji birləşmə deyəcəyik. Aydındır. Gəl bura. Frazeoloji birləşmələrlə yanaşı, indi bilirəm, Ramiz soruşmaq istəyir ki, ola bilərmi ki, feil frazeoloji birləşmə yaratmasın, amma yenə məcazi mənada olsun. Bəli, bu metafordur. Metafordur. Məsələn, frazeoloji birləşmələr nitqdə hazır şəkildə olur. Onu biz yaratmamışıq. O elə göz açıb dünyaya gələndə, ağız açıb danışanda biz bu sözləri işlətmişik. Xalq arasında bunlar məcazi mənada artıq bunlara sabit söz birləşmələri deyirlər. Sabit söz birləşmələri, yəni dəyişməz. Məsələn, qulaq asmaq, başa düşmək, dilə düşmək, özündən çıxmaq, özünə gəlmək, söz vurmaq, əldən düşmək, bel bağlamaq,
cin atına minmək, dil boğaza qoymamaq, bunlar nitqdə hazır şəkildədir. Bəli, həmən feillərə biz çox mənalı feillər deyəcəyik, çünki məcazi mənadadır. Amma elə feillər var ki, onlar nitqdə hazır şəkildə yoxdur. Onları şairlər yaradır, onları söz ustaları yaradır. Ona biz deyirik ki, şairin bədii təxəyyülünün məhsulu. Məsələn, yağış yağır, rəqs eləyir, gür damlalar. Yağış yağır, rəqs eləyir, gür damlalar. Rəqs eləmək kimə aiddir? İnsana. İnsana aid olan o hərəkət, o məna, o məzmun. Hara köçürülüb Renat? Yağışın üzərinə. Buna köçürmə deyirik, buna metafor deyirik. Bu artıq Mikail Müşfiqin təxəyyülünün məhsuludur. Qulaq asmaq, başa düşmək nənəmizin, babamızın təxəyyülünün məhsuludur. Nənəmizin, babamızın, dilimizin, nitqimizin öz gözəlliyidir. Yəni var bu sözlər onsuz da nitqdə hazır şəkildə var. Fikrim çatır? Frazeoloji birləşməklə uşaqlar metaforu qarışdırmayın. Gör nə deyirəm mən sizə. Yusif, frazeoloji birləşmə bir də deyirəm. Nitqdə hazır şəkildə olur. O bizim nənəmizin yaratdığı sözdür. Amma metafor şairlərin təxəyyülünün, bədii təxəyyülünün məhsuludur. Buna poetizm deyirik, buna məcazi mənalı söz deyirik. Düzdür, bunlar da məcazi mənalıdır. Mətndə siz, məsələn, mən ona bel bağlamıram cümləsində, bağlamıram feilini məcazi mənada götürəcəksiniz. Eyni zamanda, məsələn, təbiət oyandı, yuxudan oyandı. Təbiət yuxudan necə oyana bilər? İnsan yuxudan oyana bilər. Təbiət öz yaşıl köynəyini soyundu, ağ köynəyini geyindi, yaşıl köynəyini. Yəni, qış getdi, bahar gəldi. Yəni, insana aid olan nə qədər hərəkətlər varsa, məzmun varsa, onlar hamısı köçürülür təbiət üzərinə. Bunu da kim eləyir ay Ramiz? Şairlər, yazıçılar eləyir. Adicə mən sizə bəyək ismin çox mənalığını dedim, ayaqqabının burnu, adamın burnu, ayaqqabının burnu. O da metafordur. İnsana aid nə var? İsimlər və feillər var, düzdür? İnsana aid isimlər və feillər köçürülür təbiətin üzərinə. Və buna deyirik metafor, köçürmə, istiarə. Dağın başı, adamın başı, dağın başı. Adamın başı mənası köçürüldü dağın üzərinə. Adamın qolu çayın qolu. Bəli, adamın burnu, ayaqqabının burnu. Adam oynayır, dalğalar oynayır. Adam gülür, həyat gülür. Bəli, bəli. İnsan gülür, həyat gülür. Bir təbiət üzərimə, üstümə, üzümə gülür. Təbiət ilhama çağırır məni. Həyat mənə dərs verir. Müəllim mənə dərs verir. Düzdür? Həqiqi mənadadır. Amma həyat mənə dərs verir. Məcazi mənadadır. Bu sözləri kim yaradıbdır? Şairlər. Azərbaycan dili ədəbiyyat niyə söz sənətidir? Çünki şairlər yeni sözlər yaradıblar. Öz döşündən yeni sözlər toxuyaraq. Mikail Müşfiqin Yağış şeirindədir. Görürsünüz nə gözəl yağışda yağır büyün eyni zamanda. Yəni metafor, gəl bura görüm oğlum, gəl bura. Məsələn, yenə də yamyaşıl geyinir dağlar. Geyinir dağlar. Abala, dağ necə yamyaşıl geyinə bilər? Geyinmək nədir? İnsana aiddir də. Kim yaşıl geyinib büyün? Çox adam. Yaşıl geyinir. Amma yaşıl rəngdə geyinmək, bu mənim həqiqi mənada dururam, yamyaşıl geyinirəm. Amma təbiətin yamyaşıl geyinməyi, ay əli, məcazi mənalıdır. Və bunu kim yarattı? Bunu Səməd Vurğun yarattı, məsələn. Görsünüz? Səməd Vurğun yarattı. Göz kimi durulur qaynar bulaqlar, ağarır güneylər başındakı qar. Yağışda isladır o göy çəməni, təbiət ilhama çağırır məni. Təbiət ilhama çağırır. Çağırmaq nədir? Təbiət ilhama çağırır məni. Uşaqlar, müəllim dərsə çağırır bizi. Müəllim bizi çağırır. Hansı mənadadır? Hə? Həqiqi mənada müəllim sizi məcazi mənada çağırır. Çağırıram, deyirəm, ay bala, gəlin sinifə. Müəllim bizi çağırır, təbiət ilhama çağırır. Həqiqi, məcazi. Amma indi bir söz deyim ki, bunlara frazeoloji birləşmə deməyəcəyim. Niyə ay Süleyman? Çünki bunları kim yarattı?
Şairlər. Halal olsun şairlər. Deməli, nitqdə hazır şəkildə olanlara frazeoloji birləşmə, amma şairlər tərəfindən yaranana metafor, poetizm. Aydındır. İndi bir daha davam edək. Bax, məcazi mənalı sözü bildiniz. Mən bayaq dedim ki, isimlər, bəzi isimlər var ki, sizə indi elə mətnlər düşəcək ki, o mətnlər informativ mətnlərdir, biraz publisist üslub. Yəni bu dilimizə bu başqa dillərdən gələn terminlərdir, neologizmlərdir, daha çox işlənəcək. Və belə bir qanun var ki, əsl Azərbaycan sözləri məcazi mənada ola bilər. Əsl Azərbaycan sözləri amonim ola bilər. Amma artıq son illər dilimizin bu zənginləşməsi, elmi texniki tərəqqi ilə bağlı o sözlər də artıq məcazi mənada olur. Məsələn, deyir ki, yenə də deyirəm, filan bədən üzvü orqanizmin deposudur. Depo alınma sözü, depo ümumiyyətlə ambar deməkdir də. Ya görürsünüzmü, depo sözünün, dünən nə idi bizim o mətnimizdə? Lokomotiv. Görürsünüz, lokomotiv sözü filan şəhər nəqliyyatın lokomotividir. Yəni bütün qatarlar orada saxlanılır. Yəni filan göz məsələn bədənin nə bilim nəyidir? Transformatorıdır, nəyi var? Biz bəzi belə şeylər işlədirik və sizə mətndə o sözlər düşəndə onlar da məcazi mənada işlənə bilər. Məsələn, maşındır. Bu mənim maşın sözünün də görün nə qədər məcazi işlənir. Ət maşını, pataryan maşın, toz soran maşın. Maşının özü çox mənalıdır. Oldu uşaqlar, bu qədər. Sabah nə eləyərik?